Gürcüstanın Almaniyadakı səfiri Aleksandr Kartozya sabahdan etibarən səlahiyyətlərinin icrasına başlayacaq. Gürcü tərəfi bu prosesin başlamasını 10 ay gözləyib. Səfir sabah yerli vaxtla saat 10:30-da Almaniya prezidentinə etimadnaməsini təqdim edəcək. Bu səlahiyyətlərinin rəsmən təsdiqlənməsi üçün zəruri prosedurdur. Etimadnamənin təqdim olunması Almaniyanın artıq sabiq səfiri Peter Fischer'in səlahiyyət müddətinin başa çatması və Gürcüstandakı 4 illik diplomatik missiyasının yekunlaşması ilə eyni vaxtda təsadüf edir. Bundan başqa Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytından Salome Zurabishvili'nin Gürcüstan prezidenti kimi göstərildiyi məlumat silinib. Gürcüstan-Almaniya münasibətləri və əməkdaşlıq perspektivləri Tbilisidə siyasi müzakirələrin əsas mövzularındandır. İyul ayında Bakıda Almaniya və Rusiyanın sabiq yüksək vəzifəli rəsmilərinin qeyri-rəsmi görüşü keçirilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Berlində Almaniya kansleri Friedrich Merz ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Əliyevin sözlərinə görə görüş iyulun 12-14-də baş tutub və Azərbaycan hakimiyyəti bu barədə əvvəlcədən məlumatlandırılmayıb. Rusiyanın Xarici İşlər Nazirliyinə Moldovanın səfiri çağırılıb. Reuters'in məlumatına görə Rusiya Moldovada səfirlik əməkdaşlarının sərhəddə əsassız saxlanıldığını və yoxlamalar üçün dayandırıldığını bildirib. Moskva həmçinin Moldova polisinin Rus diplomatlara qarşı güc tətbiq etdiyini və onları hədələdiyini iddia edib. Rusiya bunu Viyana konvensiyasının kobud pozuntusu adlandırıb. Ukrayna prezidenti Vladimir Zelenski Aleksandr Sirskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Zelenskinin qərarı ilə bu vəzifəyə general-mayor Mikhailo Drapati təyin olunub. Prezident Sirskiyə xidmətlərinə görə təşəkkür edib və bildirib ki, səlahiyyətlərin təhvil verilməsi prosesi artıq müzakirə olunub. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyəri 37,5 milyard dollara çatıb. Bu barədə ABŞ-ın Müdafiə naziri Pete Hegseth Senatda çıxışı zamanı bildirib. Onun sözlərinə görə bu məbləğə həm artıq çəkilmiş xərclər, həm də sentyabrın 30-na dək gözlənilən əməliyyat və şəxsi heyətin maliyyələşdirilməsi xərcləri daxildir. Hegseth qeyd edib ki, İran hərbi baxımdan zəif vəziyyətdədir. Kanadanın baş naziri Mark Carney Donald Trumpla telefon danışığı apardığını və yaxın həftələrdə ticarət danışıqlarını fəallaşdırmaq barədə razılığa gəldiklərini açıqlayıb. Carney həmçinin bildirib ki, Vaşinqton tərəflərin tətbiqi planını həyata keçirərsə, Kanada bütün mümkün addımları nəzərdən keçirməyə hazırdır. Buna qədər Donald Trump Kanada məhsullarının geniş çeşidinə 50%lik tarif tətbiq etməyi planlaşdırdığını bəyan etmişdi. Macaristanda Viktor Orbanın rəhbərlik etdiyi Fides partiyasının ofislərində axtarış aparılıb. Bu barədə partiya sosial şəbəkədə məlumat yayıb. Bəyanatda bildirilir ki, müstəntiqlər əvvəlcədən xəbərdarlıq etmədən qərargaha gələrək bütün kommunikasiya sistemini və məlumat bazalarını götürüblər. Hadisəyə münasibət bildirən Macaristanın baş naziri Peter Madiyar da təsdiqləyib ki, istintaq orqanları Viktor Orbanın partiyasının serverlərini müsadirə ediblər. O əlavə edib ki, indi prokurorluğun rəsmi açıqlamasını gözləyirlər. Fransa parlamenti 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Təşəbbüsün leyhinə 279 deputat səs verib, 81 deputat isə əleyhinə çıxıb. Qərarı Fransa prezidenti Emmanuel Macron da alqışlayıb. O, parlament üzvlərinə təşəkkür edərək bildirib ki, sosial media 15 yaşınadək məktəbli uşaqlar üçün qadağan ediləcək. Jurnalist Vaxo Sanayiyaya sosial şəbəkədə parlament sədri Şalva Papaşvili və deputat Vladimir Bojadze barədə paylaşımına görə 14 sutka inzibati həbs cəzası verilib. Qərarı hakim Zviad Tsekova çıxarıb. Tbilisi şəhər məhkəməsinə müraciəti Daxili İşlər Nazirliyinin nifrət nitqi ilə mübarizə idarəsi edib. Milli Meşə Agentliyi havaların istiləşməsi ilə əlaqədar vətəndaşları meşələrdə yanğın təhlükəsizlik qaydalarını əməl etməyə çağırır. Qurumun məlumatına görə yanğınların əsas səbəbi insanların diqqətsiz davranışıdır. Meşə ərazilərində müəyyən yerlərdə od qalamaq qadağandır. Qaydaların pozulması 300 laridən 500 lariyə qədər cərimə, ehtiyatsızlıqdan yanğın törədilməsi isə 4 ildən 8 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.